Hər ailənin bir hekayəsi var. Bəziləri efirdə danışılır, bəziləri isə səssiz qalır. Ailələr Talelər verilişi televiziya məkanında bu səssiz hekayələri dilləndirən ilk layihə idi. Ailə dəyərlərini, anlayışı və insan ruhunu tamaşaçıya yaxınlaşdıransa bu xanım idi. Nailə İslamzadə. Çox qəribədir ki, Ailələr Talelər verilişi 97-ci ildən 2006-cı iləcən efirə gedir. Amma indi 2025-ci ildir. Hələ də insanlar unutmurlar. Ailələr Talelər deyirlər. İndi efirdə olan verilişləri yadda saxlaya bilmirlər. Amma artıq bir 20 ildir, efirdə 21 ildir, efirdə olmayan verilişi hələ də xatırlayırlar. Nailə xanım, siz Ailələr və Talelər layihəsini təqdim etdiyiniz dönəmdə ailə mövzusundan az danışılırdı. Amma bugün ailə mövzusu çox danışılır, az anlaşılır. Bilirsiniz, çox vacibdir ki, verilişdə kimlər danışır, ekspertlər kimdir, hansı məsələlər qoyulur və necə müzakirə olunur. Sizcə bugün ailə mövzularının efirlərdəki müzakirə tərzi hara gedir? Məncə öz ailə məsələsini tam çıxmaqlığı ilə ortaya qoyan insanlar heç vaxt istəmirəm insanları kateqoriyaya bölüm, amma mən düşünürəm ki, özünə hörmət edən insan öz şəxsi məsələlərini tam çılpaqlığı ilə ortaya qoymaz ki, milyonların müzakirəsinə verilsin.